Salam, axşamınız xeyir olsun, əziz və dəyərli müəllimlər. Mən Müəllimlər Birliyi Akademiyasının kurikulum təlimçisi Səbinə müəllimə. Sabah, yəni 10 may tarixində Naxçıvan Muxtar Respublikasında sertifikasiya imtahanı baş tutacaq. Müəllimlərimizə dəstək olmaq məqsədi ilə metodika fənni üzrə bir neçə vacib sualı birlikdə müzakirə edəcəyik. İnanıram ki, zəhmətinizin qarşılığını alacaqsınız və bu yolu uğurla irəliləyəcəksiniz, əziz müəllimlər. Hər birinizə yüksək nəticə, özünə inam, bol uğur arzu edirəm. Unutmayın ki, əzm və davamlı şəkildə çalışan insanı uğura aparan ən böyük güc hesab olunur. Əlavə etmək istəyərdim ki, yeni açılan kurikulum qruplarımıza qoşulmaq üçün 051 641 88 34 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və ən sonda kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhdə yazmağı unutmayın. İndi isə gəlin sualların izahına birlikdə baxaq. Deməli, birinci sualda deyir ki, şagirdlər regiona aid coğrafi məlumatları GIS proqramında xəritə üzərində yerləşdirir və məlumat qatlarını təhlil edirlər. Nəticələri verilənlərin emalı və vizuallaşdırılması baxımından qısa şəkildə izah edirlər. Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Müəllimlər, biz burada gördük coğrafi məlumat sözün, xəritə sözün. Deməli, söhbət hansı fəndən gedir? Coğrafiya fənnindən gedir, düzdürmü? Aha, bir də gördük. Verilənlərin emalı, vizuallaşdırma, GIS proqramı. Bu da hansı fəndədir? İnformatika fənnindədir. Əslində GIS həm coğrafiyada var, həm informatikada var. Ancaq biz hər iki fənni biz burada görürük, həm coğrafiyanı, həm informatikanı. Deməli, bizim inteqrasiyamız hansı fənlər arasındadır? Həm coğrafiya, həm informatika fənni arasındadır. Ona görə biz iki fənni əlaqələndiririksə, buna necə inteqrasiya deyirik? Fənlər arası inteqrasiya deyirik. Düz inteqrasiyanın növləri var, fənn üstü, fənn daxili. Ancaq bizə verilən bu sualda yalnız və yalnız fənn arası inteqrasiyadan söhbət gedir deyə bizim doğru cavab variantımız olacaq B variantı. Sual 2. Aşağıdakı hansı situasiyada şagirdin metakognitiv bacarığının inkişafına ehtiyacı olduğu görünür? Aha, metakognitiv bacarıq nədir? Biz ilk öncə bunu bilməliyik. Yəni, şagirdin özü öyrənmə prosesinə, düşüncə tərzi, özü tətbiq etdiyi strategiyalar haqqında məlumatlı olmasına nə deyilir? Metakognitiv bacarığı deyilir ki, şagird burada nə edir? Özünü planlaşdıra bilir, özünü monitorinq edə bilir, özünü qiymətləndirə bilir. Gəlin variantlara baxaq. Metakognitiv bacarıqlar haqqında məlumatlıyıq. Gəlin variantları bir-bir təhlil edək. Deyir, şagird riyaziyyatdan keçirilən summativdən aşağı nəticə toplayır və bunun səbəblərini aradan qaldırmağa çalışır. Aha, mənə ehtiyac olduğu görünür deyir. O şagirdin metakognitiv bacarığına ehtiyacı olduğu görünür. A variantında görürəm ki, bu yüksək metakognitiv bacarıqdır. Deməli, bu şagirdin metakognitiv bacarığa ehtiyacı yoxdur. Yəni, A variantı deyil. Şagirdlərdən biri günün sonunda dərsdə öyrəndiyi məqamları qeyd edir. Öyrənmə prosesində ona qaranlıq qalan hissələri də müəyyənləşdirir. Yenə bu şagird nəyi bilib-bilmədiyini analiz edir. Deməli, bu şagird özü haqqında məlumatlıdır. Burada da var metakognitiv bacarıq. Tədris ilinin əvvəlində şagird illik hədəflər müəyyənləşdirərək bu hədəflərə çatmaq üçün fərqli strategiyalar müəyyən edir. Deməli, hədəf qoyur, özü üçün strategiya seçir. Yenə bu da metakognitiv bacarıqdır da. Yəni, şagird özünü tənzimləyir, strategiyasını seçir. Daha sonra, şagird TEDx-dəki çıxış nümunələrinə əsasən fəaliyyətini təhlil edir, çatışmazlıqların aradan qaldırılması üçün plan hazırlayır. Yenə şagird öz fəaliyyətini analiz edib plan hazırlamağı bacarırsa, onda metakognitiv bacarıqlar formalaşıbdır. Ancaq gəlin D variantına baxaq. Deyir ki, şagird riyaziyyatı öyrənməkdə çətinlik çəkir. Bunun üçün yoldaşının tətbiq etdiyi strategiyadan istifadə edir. Baxın, özünün bir yolu yoxdur, özünün bir strategiyası yoxdur. Hətta özünə uyğun yol seçmək əvəzinə yoldaşının tətbiq etdiyi strategiyanı tətbiq edir. Bu nə deməkdir, müəllimlər? Bu o deməkdir ki, o hələ öz idraki prosesini tam anlamayıb. Yəni, ona uyğun bir fərdi strategiya seçməyib. Deməli, bu şagirdin metakognitiv bacarığı yoxdur. Yəni, ona ehtiyacı var. Metakognitiv bacarığın inkişafına ehtiyacı var. Bizim, yəni ikinci sualda cavabımız olacaq D variantı. Sual 3. Dərs zamanı şagirdlərin əksəriyyətində passivlik müşahidə olunur.
Bu vəziyyətin mümkün səbəbləri kimi motivasiyanın azalması, dərs üsullarının uyğun olmaması, ailə mühitində dəstəyin zəifliyi və mövzunun çətinliyi göstərilir. Bu səbəbləri şagirdin şəxsi xüsusiyyətləri və təlim mühiti ilə bağlı amillər üzrə təsnif edin və hansı amilin daha təsir edici olduğunu əsaslandırın. Verilmiş tapşırıq bulumun hansı mərhələsinə uyğundur? Verilmiş sual taksonomiya mövzusuna aiddir, müəllimlər. Biz bu mövzu ilə bağlı müəyyən feillər əzbərləmişdik və demişdik ki, o feillər bizə çox lazım olacaq. Məsələn, biz bu sualda təsnif etmək sözünü görürük. Baxın, təsnif edin, əsaslandırın. Bir dəqiqə, əsaslandırın. Hansı ki, bu feillər bizə çox kömək olacaq və biz əsaslandırmaq görəndə həmişə deyirik ki, dəyərləndirməkdir, tez dəyərləndirmək götürürük. Amma bu sualda başqa bir feil də var, təsnif edin. Ona görə bu sualın özünə uyğun bir feili seçəcəyik. Məsələn, dəyərləndirmək deyəndə biz bu mərhələdə şagird bir fikrə münasibət bildirsəydi, yəni ona müəyyən bir meyarda qiymətləndirsəydi, mən onu dəyərləndirmə götürərdim. Əgər sualda desəydi ki, bu vəziyyətdən çıxış yolu üçün təklif olunan plan nə dərəcədə effektivdir? Bu soruşulsaydı, mən onu dəyərləndirmək götürəcəkdim. Ancaq lakin burada şagird verilən amilləri sadəcə analiz edir, təsnif edir. Analiz varsa, nə deməkdir? Biz nümunədə də demişdik. Məsələn, gedirik qanımızı laboratoriyaya veririk, analiz edir. Neyinir? Tərkibini təhlil edir. Analiz edirsə doğru cavabımız təhlil etmək olacaq. Baxın, şagird mürəkkəb bir vəziyyəti təhlil edir. Neyinir? Burada qeyd edilib, daha təsir edici olduğunu əsaslandırın. Baxın, bu daha təsir edici olduğunu üzə çıxardır. Deməli, təhlil etdiyi zaman bunu üzə çıxardır. Yəni, bu təhlil mərhələsidir. Anlamaq mərhələsi o zaman olardı ki, deyərdi ki, şagird niyə passivdir? Bax, bu sual versəydi, olardı anlamaq mərhələsi. Tətbiq etmək mərhələsi o zaman olardı ki, burada bir tətbiq olardı, burada bir prosedur olardı. Yaratmaq mərhələsi o zaman olardı ki, şagird burada passivliyini aradan qaldırmaq üçün özünə uyğun yeni bir strategiya, yeni bir yol hazırlayardı, nəsə yaradardı, onda deyərdi yaratmaq. Amma bizim bu sualımızın düzgün cavab variantı olacaq təhlil etmək, yəni B variantı. Sual 4. Şagird kəsik konusun sahə düsturundan istifadə edərək sinif otağındakı dibçəyin üzərinə örtmək üçün nə qədər rəngli kağız işlənəcəyini müəyyənləşdirir. Verilmiş tapşırıq bilik və təfəkkürün hansı növünə, idraki sahənin hansı mərhələsinə aiddir? Müəllimlər, ümumiyyətlə biz bu fəaliyyəti iki aspektdən qiymətləndirməliyik. Yəni, bilik təfəkkürün növü, eyni zamanda idrak taksonomiyasının mərhələsini biz burada təyin etməliyik. Gəlin, baxaq. Sualda görürük ki, deyir ki, şagird düstura əzbər bilmir. Yəni, o neynir? O kəsik konus anlayışını real həyatda olan dibçək obyekti arasındakı əlaqəni görür. Yəni, düsturun hansı vəziyyətdə və niyə tətbiq olunmalı olduğunu anladığı üçün biz buna necə bilik deyəcəyik? Konseptual bilik deyəcəyik. Deməli, bizim C variantımız və E variantımız çıxacaq. Çünki prosedural yazılıb. Daha sonra, bir də burada şagird hər hansı bir standart məsələni həll eləmir. Yəni, o qarşısındakı real problemi neynir? Məsələn, dibçəyə rəngli kağızla örtmək. Yəni, real problemi analiz edir. Ölçü götürür, düsturun daha effektiv olacağına, hansı düsturun effektiv olacağına qərar verir. Yəni, problemin həlli üçün bir uyğun strategiya seçmək, eyni zamanda mövcud biliyini yeni vəziyyətə uyğunlaşdırmaq bu tənqidi təfəkkürün göstəricisidir, belə deyək. Ona görə məntiqi təfəkkür olan variantlarımızı çıxacaq. Baxın, məntiqi təfəkkür. Yerdə qalır bir dənə B variantı. Gəlin, təhlil etmək görək hansı hissəsindədir. Ümumiyyətlə, bunun taksonomiyasına görə bu fəaliyyət biraz tətbiq kimi görünür. Çünki burada tətbiq edir şagird. Amma bu təhlildir. Niyə? Çünki şagird dibçəyi bir neçə hissəyə, məsələn, oturacaq hissəsini, yan hissəsini parçalayır. O müəyyən edir ki, məsəl üçün dibçəyin forması kəsik konusa bənzəyir. Onu, məsəl üçün, örtmək üçün hansı hissənin sahəsini hesablamaq lazımdır. Bəlkə də heç onun düzəltdiyi hissə dibçəyi örtməyəcək tam. Yəni, real obyekti, həndəsi fiqura parçalayıb onu neynədir şagird? Analiz etdi, təhlil etdi. Deməli, bu hansı mərhələyə aiddir? Təhlil etmək mərhələsinə aiddir. Ona görə bizim doğru cavab variantımız olacaq B variantı. 5-ci sualda deyir ki, İskəndərnamə poemasını keçdikdən sonra
Müəllim şagirdlərə tarixi şəxsiyyət İskəndərlə bağlı mətn verir və mətni oxuyarkən verilən işarələrdən istifadə etməklə təlimatlara əməl etmələrini tapşırır. Mətndə ədəbi qəhrəman İskəndərlə bağlı bildiyin məlumatı təsdiq və inkar edən informasiyaları müəyyənləşdir. Sənə yeni olan məlumatı seç, haqqında əlavə məlumat almaq istədiyin məsələni göstər. Müəllim hansı iş üsulundan istifadə etməlidir? Məsələn, yazıb A variantında 4n1 KH üsulu. Biz demişdik ki, bu metod əsasən kim, nə, harada, nə zaman, necə, nə üçün bu suallara cavab verir. Yəni metod əsasən hadisənin mahiyyətini açmaq üçün suallar verməyə əsaslanır. Yəni A variantı deyil, onu deməyə çalışıram. Sonra insident üzərində iş. Burada müəyyən bir problem, situasiya, hadisənin həlli yolunu tapmaq üçün istifadə olunur və bizim variantların heç birində, yəni ümumiyyətlə tapşırığımızda bir hadisə görmədim. Sonra C variantı 3-2-1. Ümumiyyətlə bu dərsin sonunda öyrənilənləri ümumiləşdirmək məqsədi ilə, məsələn deyirsən ki, 3 yeni məlumat, 2 maraqlı məlumat, bir hansı sualım var, bunun üçün tətbiq olunur. Yəni bizim sualımız bundan ibarət deyil. Düşün, cütləş, paylaş. Bu şagirdlərin əvvəlcə fərdi düşünüb, sonra yoldaşları ilə müzakirə edəcəyi bir üsuldur ki, sonda sinifə təqdim etməsinə əsaslanan bir əməkdaşlıqdır. Yəni bizim sualımızın məğzinə uyğun deyil. Sonda qalır bir dənə insert üsulu. Insert üsulunda biz bilirik ki, məsələn, bildiyin məlumatı təsdiq edən və inkar edən informasiyanı müəyyənləşdir. Təsdiq edən deyəndə bu işarəni qoyurduq. İnkar edən deyəndə bu işarəni qoyurduq. Sənin üçün yeni olan məlumat deyəndə plus işarəsi qoyurduq. Haqqında əlavə məlumat almaq istəyəndə sual işarəsi qoyurduq. Deməli, bu işarələrin olduğu üsul hansıdır? Əgər iş üsulların yaxşı öyrənmişiksə müəllimlər, bu hansı üsuldur? Insert üsuldur. Doğru cavabımız olacaq E variantı. Sual 6. Sinifdə bəzi şagirdlərin valideynlərinin iş saatı çox olduğundan valideyn iclaslarında mütəmadi olaraq iştirak edə bilmirlər. Valideynlərin övladları haqqında daim məlumatlı olmaqları üçün bizə boşluq verib, nöqtələrin yerinə hansı cavab yazılmalıdır? Məsələn, A-da yazılıb ki, valideynə xəbərdarlıq mesajı göndərilə bilər. Valideynə xəbərdarlıq mesajı o zaman göndərilə bilər ki, hər hansı bir intizamsızlıq, gecikmə halı, məsuliyyətsizlik. Bu zaman biz valideynə xəbərdarlıq mesajı göndərə bilərik. Yəni, bu halda yox. Deməli, A variantı yanlış hesab olunacaq. Valideyn iclaslarının sayı artırıla bilər. Ümumiyyətlə, iclasın sayını artırmaq, əgər valideyn iş saatına görə mövcud iclasa gələ bilmirsə, iclasın sayını artırmaq problemi həll etməyəcək. Əksinə, valideyn daha çox iclası qaçırmış olacaq. Deməli, B variantı da yanlışdır. C-yə baxıram. Onları bir daha iclasa dəvət etməyə bilər. Bu sadəcə bilirsiniz necədir? Valideynin iclasa çağırmamaq onun hər hansı bir iş problemini, iş qrafik problemini həll etmir. Bu da bizim sualımızın dolğun cavabı deyil. Digər valideynlər vasitəsilə xəbər göndərmək. Bu ümumiyyətlə bu üsul qeyri-etik hesab olunur, qeyri-peşəkar hesab olunur müəllimlər. Niyə? Çünki şagird haqqında elə bir məlumat ola bilər ki, bu gizlilik qorunmalıdır. Yəni məlumat birbaşa məktəbdən valideynə ötürülə bilər. Vasitəsi şəklində ola bilməz. Deməli, D variantı da yanlışdır. Bizim sonda qalır E variantımız. Deyir ki, məktəb saytında şagirdlər haqqında xəbər bulleteni yaradılar. Məsələn, burada əgər məktəb saytında şagird haqqında xəbər bulleteni yaradılsa, məsələn, iş saatı sıx olan valideynlər var ki, onlar fiziki olaraq məktəbə gələ bilmirlər, amma rəqəmsal resurslar vasitəsilə, sayt, bulletin vasitəsilə onlar istədikləri zaman işdən sonra, fasilə vaxtlarında məlumat ala bilərlər öz övladları haqqında. Deməli, bu müasir bir yanaşmadır. Yəni, müasir təhsildə məktəb valideyn əlaqələrinin rəqəmsallaşması ən operativ üsul hesab olunur. Ona görə bizim doğru cavab variantımız olacaq E variantı. 7-ci sualımız bullying mövzusu ilə əlaqəlidir. Deyir ki, müəllimin öz övladı sinifdə oxuyur deyə həmin şagirdi heç vaxt öz aralarına almır, onu qrupda təcrid edirlər. Bu davranış aşağıdakılardan hansına aiddir? Ümumiyyətlə, biz demişdik ki, müəllimlər, gəlin sualı təhlil edək. Demişdik ki, öz arasına alınmaması, qrupdan təcrid olunması, bu birbaşa şəxsiyyətlər arası münasibətə yönəlmiş bir psixoloji təzyiq forması hesab olunur. Yəni,
biz demişdik ki, belə bir münasibət bullyinqi varsa, bu sosial bullyinq hesab olunacaq. Yəni bir şəxsin sosial nüfuzuna və yaxud dostluq əlaqələrinə zərər vermək məqsədi ilə bu hərəkətlər oluna bilər. Yəni kimləsə dostluğa icazə verməmək və yaxud qəsdən kiminsə oyundan, qrupdan kənarlaşdırılması, şayə yaymaq, birinin hamının yanında utandırmaq və yaxud digər şagirdlərə deyir ki, onunla danışma, aşkar şəkildə təlimat verir ki, o şagirdlə danışmayın. Bu nədir? Bu sosial bullyingdir və bu əzbər bir sual olduğuna görə biz artıq bilirik ki, öz arasından uzaqlaşdırmaq, qrupdan uzaqlaşdırmaq, sosiallaşmasının qarşısını almaq deyək, belə deyək, qısa şəkildə bu sosial bullying adlanılacaq. Məsələn, yazıb fiziki bullying. Fiziki bullying nədir? Yəni burada vurmaq, itələmək, fiziki təmas edən hərəkətlər vasitəsilə biz onu uzaqlaşdırırıq. Bu fiziki bullyingdir və bizim sualımızda fiziki bullyingdən söhbət getmir. Verbal bullying yazıb. Verbal bullying nədir? Bu təhqir etməkdir, lağa qoymaqdır, təhdid etməkdir. Bu verbal, yəni sözlü şəkildədir. C-də getdi. Kiberbullying bilirik ki, internet, sosial media, mesajlar vasitəsilə olur. Bizim sualımızda elə bir şey yoxdur. Qeyri-verbal bullying isə söz işlətmədən jest mimika vasitəsilə edilən bullyingdir. Məsələn, göz ağartmaq, ələ salan baxışlar, bir-birinə baxıb gülmək, bu qeyri-verbal bullyingdir və bizim sualımızda qeyri-verbal bullying də yoxdur. Doğru cavab variantımız olacaq E variantı. 8-ci sualda deyir ki, müəllim ailə büdcəsi mövzusuna uyğun olaraq pulu düzgün xərcləməməyin büdcəyə vurduğu ziyanı izah etmək üçün şagirdlərə həyati situasiyalar təqdim edir. Müəllimi bu fəaliyyəti Robert Gagne'nin təliminin səmərəli təşkil edilməsi üçün təklif etdiyi hansı addıma nümunə ola bilər? Gəlin E variantından yuxarıya doğru gedək. Həmişə aşağıdan, yuxarıdan başlamışıq, indi tərsinə. Məsələn, yazıb təlim nəticələrinin reallaşdırılma səviyyəsini müəyyənləşdirmək. Bu əsasən dərsin sonuna yaxın baş verir. Yəni müəllim şagirdin mövzunu nə dərəcədə mənimsədiyini yoxlayır. Tutaq ki, müəllim şagirdə test verir və ona büdcə cədvəli hazırlamasını istəyir. Şagird də görsün ki, şagird o mövzunu öyrənibmi, öyrənməyibmi. Amma bizim sual buna uyğun deyil. Bu addıma uyğun deyil. Deməli, E variantı yanlışdır. D-yə baxırıq. Şagirdlərə təlim nəticələrini elan etmək. Əslində, bu mərhələdə şagird dərs sonunda nə bacaracağını bilir. Bu şagird üçün bir hədəfdir də, belə deyək. Məsələn, dərsin sonunda siz ailə büdcəsini müstəqil şəkildə planlaşdıra biləcəksiniz. Planlaşdıra biləcəksiniz. Amma mənim təklif etdiyim addıma nümunə bu deyil axı. Deməli, D də yanlışdır. Şagirdlərin diqqətini dərsə cəlb etmək. Şagirdlərin diqqətini dərsə cəlb etmək, düzdür, bu dərsin ən ilk addımıdır. Yəni, müəllim real dünya ilə dərs arasında bir növ bağ qurmağa çalışır. Ancaq bu deyil cavabımız. Niyə bu deyil? Çünki müəllim düzgün pulu xərcləməyin ziyanını göstərmək üçün bir real hadisə, bir real həyati hadisəni nümunə çəkəcək şagirdlərə. Yəni, şagirdin diqqətini mövzuya kitləyə bilər. Digər variantlarımızı sintez edək. Mənə görə bu variant doğru deyil. B variantında deyir ki, dərsin mövzusunu təqdim etmək. Dərsin mövzusunu təqdim etmək ikinci, üçüncü addım hesab olunur və bu əsasən məlumat xarakteri daşıyır. Yəni, mövzunu təqdim etmək sadəcə burada uşaqlar bugün ailə büdcəsindən danışacaq demək kifayətdir. Yəni, burada hər hansı bir izah, situasiya, hər hansı bir analiz, nümunə olmur. A variantına baxaq. Öyrənməni təmin etmək. Öyrənməni təmin etmək, yəni burada həyati situasiyalar, yəni dərsin başlanğıcında maraq oyatmaq üçün, belə deyim də, bir şagirdlərə bir qarmaq atılıb, yəni bir oyanış, bir şagirdləri mövzuya kitləmək üçün bir maraq oyadıcı funksiyadadır. Yəni, öyrənməni təmin etmək nümunə ola bilər, bəli. Çünki müəllim burada həyati situasiyadan istifadə edir ki, şagirdin beynindəki mövzunu kodlaşdırsın. Yəni, yeni bir mücərrəd bir anlayış formalaşdırsın ki, bu da şagirdin həyatla olan, dərsin həyatla olan əlaqələnməsinə gətirib çıxardır ki, bu da birbaşa öyrənməni təmin edən bir addımdır. Ona görə bizim doğru cavab variantımız olacaq A variantı. Sual 9. Mətnlə bağlı sualların çoxunu səhv yazmısan. Gərək imtahandan əvvəl mətnlə bağlı çoxlu tapşırıqlar işləyərdin.
Rəy ilə bağlı doğru fikri müəyyənləşdirin. Baxaq. Deyir, keçmişə yönəlik rəydir. İşləyərdin, kaş işləyərdin. Keçmiş zaman şəkilçisi də var. Bəli, elə doğru cavab A variantıdır. Amma gəlin digər variantları da bir-bir təhlil edək. Gələcəyə yönəlik rəydir. Əgər keçmişə yönəlik rəydirsə, necə gələcəyə yönəlik olur? Yəni, bir zamanda işlənə bilər də, düzdür? Ona görə bu yanlışdır. Fəaliyyəti stimullaşdıran rəydir. Bu səhvdir. Niyə? Çünki stimullaşdıran rəy şagirdi həvəsləndirməlidir və ona irəli getmək üçün enerji verməlidir. Gərək işləyərdin ifadəsi artıq burada bir tənqiddir, bir peşmançılıq hissi yaradır. Şagirdi əksinə ruhlandırmır, ruhdan salır. Deməli, C də yanlışdır. Emosional fəaliyyətə yönəlik rəydir. Bu da yanlışdır. Çünki emosional rəy şagirdin şəxsiyyətinə, hisslərinə toxunur. Sən çox ağıllısan və yaxud tənbəllik etmirsən. Yəni, burada müəllim şagirdin şəxsiyyətini yox, əsasən etmədiyi işi vurğulayır. Deməli, bu da deyil. Şagirdin səhvini düzəltməyə imkan verən rəydir. Bu da yanlışdır. Çünki sən artıq imtahanı verib, nəticən məlum olubdur. Yəni, bu imtahandan əvvəl etməli idin. Yəni, bu keçmişdə baş veribsə, sən artıq onu düzəltməyə bir imkanın yoxdur. Ona görə E variantı da yanlışdır. Doğru cavab variantı olacaq A. Sual 10. Müəllim şagirdlərin potensialını müəyyənləşdirmək məqsədi ilə fərqli düşünmə və yanaşma tərzlərinə uyğun tapşırıqlar təqdim edir. Sinifdə pedaqoji prosesin təşkili zamanı tələbin prinsipi daha çox reallaşdırılmış. Hansı tələbin prinsipi daha çox reallaşdırılmış olur? Baxıram ki, sualda müəllim şagirdin potensialını müəyyənləşdirib, daha sonra fərqli düşünmə və yanaşma tərzlərinə uyğun tapşırıqlar təqdim edir. Deməli, müəllimlər, biz demişdik ki, şagird yönümlülük prinsipində təhsil alanın marağı, tələbatının ödənilməsi, istedad qabiliyyəti, potensial imkanlarının inkişafına xidmət edən şəraitin yaradılması nəzərdə tutulur. Sualda da görürəm ki, deyir ki, şagirdin potensialını müəyyənləşdirmək üçün fərqli düşünmə, yanaşma tərzinə uyğun tapşırıqlar verir. Deməli, doğru cavab variantımız nə olacaq? Elə doğru cavab variantımız olacaq şagird yönümlü. Çünki şagirdin potensialına uyğun, yəni şagirdin marağı, ehtiyacı, istəyinə uyğun müəllim tapşırıqlar təqdim edəcək. Bu qədər müəllimlər. Sizin hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, sabahki imtahanda istədiyiniz nəticəyə nail olarsınız. Davamlı şəkildə video izahlarımızı görmək istəyirsinizsə, abunə olmağı bir daha təkrar edirəm. Bəyənməyi və şərhdə mənə olan fikirlərinizi yazmağı unutmayın. Sağ olun.